Bundan başqa bizim xeyli insanlarımız yenə də nə ilə gəlir? Baş ağrısından. Şiddətli baş ağrılarından. Və o ağrılardan ki, bəzən yanaşı olur. Həmi hemoroid olur, frontit olur və yanaşı da baş ağrıyır. O çirk gəldiyi üçün yalnız o çirki müalicə elədir. Nə çirk düzəlmir, nə də baş ağrısı düzəlmir. Orada da genə ona mütləq ayrı yanaşmaq lazımdır. Baş ağrısı miqrendimi, təzyiqdəndirmi, yoxsa doğrudan orada hemoroid var, yoxsa frontit var, nə var? Səbəbini tapmalısan. Onu tapandan sonra müalicə olunur və baş ağrısından azad olunur. Baş ağrısının müalicəsində Doktor Seyfəddin klinikası çox önəmli yer tutur. Heç yerdə görürsən insanlar bir əlac tapa bilməndə gəlirlər, axtarırlar, tapırlar və baş ağrısından azad olurlar.